Salam hörmətli 102 Xəbər Info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. 102 Xəbər Info və Inform Xəbər TV məlumat verir. Cəbrayıl rayonu Daşveysəlli kənd icması şəhid ailələrinin və kənd sakinlərinin dəstəyi ilə Daşveysəlli kəndinin işğaldan azad edilməsinin 5-ci ildönümü və kənd şəhidlərimizin əziz xatirəsinə abidə kompleksinin açılış mərasimi ilə əlaqədar tədbir keçirilmişdir. 102 Xəbər Info və Inform Xəbər TV sosial şəbəkələrinin rəhbəri Azər Xudayaroğlu efiri səsləndirdi. 102 Xəbər Info və Inform Xəbər TV sosial şəbəkələrinin efir aparıcısı Cılas Mahir qızı. Od nəfəsli diyarı, ocağına can qurban Azərbaycan. Əzizsən də əyilməyən vüqarımsan, uçağına canım qurban Azərbaycan. Savaşlardan alnı açıq çıxan zaman tarixlərə bağışladın neçə qurban. Şuda bir parçası əsir qalan torpağına canım qurban Azərbaycan. Hər uğurun gələcəyə bir yol açır, hər dost ilə xoş niyyətin işıq saçır. Hər millətə, hər məzhəbə isti açır, qucağına canım qurban Azərbaycan. Neçə gizli sərvət yatır qucağında, neçə ölkə od aparır ocağından. Azadlığın al rəmzi var bayrağında, bayrağına canım qurban Azərbaycan. Başım üstə məğrur məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Torpağına canım